alkoqolun azı olurmu? Bəzi alimlər deyirlər ki, az miqdarda tutalım, çaxır xeyirdir. Amma əsla belə deyil. Çünki bir çox mütəxəssislər iddia edirlər ki, 10 qram istənilən spirtli içki sağlamlığa ziyandır. Gəlin bəzi statistikalara baxaq. Məsələn, 2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzv ölkələrdə orta illik alkoqol istehlakı 8,5 litr qəbul olunub. İllik, təkrar edirəm, illik. Rumuniyada bu göstərici 11,5, Latviya və Portuqaliyada isə 8 olub. İndi isə Avropa ölkələrinin tövsiyələri tamamilə fərqlidir. İrlandiyada, xüsusilə qadınlar üçün həftədə 11 qram, kişilərə isə 17 qram standart porsiya limiti müəyyən edilib. Latviya və Litva isə tamamilə alkoqolu tərk etməyi təklif edir öz vətəndaşlarına. Bəs siz necə bu bayramı spirtli içki olmadan keçirə biləcəksinizmi? Yeni iliniz mübarək.